Qassan ərazi bütövlüyü uğrunda canından qanından keçən cəm şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Torpaqlarımızın azadlığı uğrunda hər birimiz bilirik. Bizim könüllərimiz, əskərlərimiz, zabitlərimiz öz sağlamlığından oldu. Onlara da Allahdan şəfa diləyirik. Bugün şairlərlə görüşmək çox xoş oldu. Və bizim şair qardaşımızı biz illərdir tanıyırıq və onun necə vətənpərvər olduğunu, necə gözəl insan olduğunu bilirik. Bilirsiniz, həyata insan olaraq doğuluruq. Ancaq əsl insan olmağı bacarmaq lazımdır. Əsl insan olsaq, hər birimizə aiddir. Dünya insanlarına aiddir. Vallahi bu dünyada sülh, əmin-amanlıq hökm sürər. Heç bir müharibələr olmaz. Çünki insanlıq olan yerdə ədalət hökm sürər. Mən özümü heç vaxt şairi adlandırmıram. Nəslimdə var şair və ondan da keçib yəqin, təbii ki, qanımızda var. Aşıqlar Məclisinin üzvüyəm və burada bizim gözəl şairəmiz, xoş gəlmişsiniz, hər biriniz xoş gəlmişsiniz. Aşıqlar Məclisinin üzvüyəm. Dəmir Yumruq Cəmiyyətini biz bir məqsədlə yaratdıq. 44 günlük vətən müharibəsində bizə qaytarılan birliyi qorumaq üçün. Hər birimiz bilirik ki, 30-ya yaxın il bizim torpaqlarımız işğal altındaydı. Ancaq o torpaqlara həsrət almışdıq. Oradan bizim insanlar, öz torpaqlarından vətəndaşlar, demək olar ki, sürgün oldular. Hər bir şeylərlə oldular, evlərindən, eşiklərindən, illərcə yaratdığı, qurduğu nə vardısa qoyub çıxdılar. Bu, düşmən bizim dövlətə, torpağa göz tikməsindən irəli gəlmişdir. Tovuz hadisəsi bir qığılcım oldu. Və Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin bir çağırışı ilə bu xalq bir yumruq oldu. Bir yumruq altında birləşdik, 44 gün ərzində qalib ölkənin, qalib xalqı adını daşıdıq. Və sonra qisas əməliyyatı, antiterror, bütün torpaqlarımızı azad etdik. Bizim də bir məqsədimiz var. Bizə qaytarılan birliyi qoruyaq. Bizə qaytarılan birliyi gələcək nəsli ötürək. Bugün müharibə olan ərəfədə şairlərin qələminə, yazarların qələminə xalqın ehtiyacı var. Çünki əskərin, bilirsiniz, silahı şairlərin, yazarların isə qələmi. Müharibədə ön cəhbədə əsas bunlar gedir. Çünki hər bir yazıda bir qəhrəmanlıq, bir igidin, taleyin yazırsan, insanları vətənpərvər ruhda yüksək olması üçün bizim yazarlara, şairlərə, şairələrə böyük ehtiyacımız var. Bugün biz fəxr edirik ki, bu Dəmir Yumruq Alfa Cəmiyyətindən bax belə bir kiçik evində sizləri qəbul etdik və qardaşımıza bir tədbir keçirməyi bacarmışıq. Nə xoş bizə. Və inşallah sizlərin hər birinizi gözləyirik cəmiyyətimizdə. Hər biriniz bizim üçün dəyərli və əzizsiniz. Bizim dövlətimizi, xalqımızı, vətənimizi sevənləri sevməli və qorumalıyıq. Mən öz şeirimdən birini oxumaq istəyirəm icazənizlə. Yenə də gəlmişəm sənin yanına, gəlmişəm daşına sığal çəkməyə. Səni öz qoynunda gizlin saxlayan məzarın üstündə günlər əkməyə. Darıxdım insafsız, darıxdım sənsiz. Həftələr boyunca, illər boyunca çəkilib gizlinə ağladım səssiz. Sənin həsrətini çəkdim doyunca. Gecələr yuxuma gəlirsən mənim, ayrılıb görürəm, yoxsan yanımda. Ölür ümidlərim, ruhum sızlayır, sənsizlik arzusu gəzir canımda. Deyirlər torpağın üzü soyuqdur, gedən unudulur, qalan unudur. Səni mən bir gün də unutmadım ki, xəyalın gözümün önündə durur. Möcüzə baş verər, yenə gələsən. Bu qədər ayrılıq yetməzmi fələk? Axı arzuların qəlbində qalır. Bu boyda həsrətə dözməli ürək. Var olun, təşəkkür edirəm və təbrik edirəm. Yaradıcılığın davam etsin.
Qələmin axarlı olsun, yazarlı olsun. Bir daha təbrik edirəm.